Biz indi biz transformasiyadan danışdıq, işarə təlimindən danışdıq. Maşallah olsun, kitab günləri falan da çox aktiv keçirilir bu siz tərəfdən. Həm də siz business mentorsunuz da. Zaten fəlsəfə, dinlər və business mentor, yəni biraz bunu necə bağlaya bilərik, necə tamamlaya bilərik? Mənim üçün onlar ucu bağlıdır. Mən əvvəla dərk elədim ki, həyatı bir üslubdan dərk eləmək mümkün deyil. Yəni din baxışından mı dərk eləyək, fəlsəfə baxışından mı dərk eləyək? Mən təlimdə də olsaz görsəd orada 4 baxışın 4-ü də bir yerdədir. İkinci baxımından mən hətta bu idarə etmə elminə də çıxanda mənim dəyərim onda deyildi ki, prosta hardasa bir bilgilər var, onları paylayacağam və bizim təlimlər ümumiyyətlə fərqlidir də, hətta idarə etmə barəsində olan təlimlər. Mənim dəyərim ondaydı ki, mən insan və insan həyatı ilə iş və iş həyatının vəhdətini gördüm. Onun üçün texnologiyanın adını qoydum, metodologiyanın adını adam metodologiyası. Yəni mənim üçün ailə saxlamaq, şəxsini inkişaf etdirməklə şirkət saxlamaq, şirkət inkişaf etdirmək eyni şeydir. Və o dərki keçənlər üçün o idarə etmə çox rahatlaşır. Bizim cəmiyyətdə çox səhv bir düşüncə var. Buna hətta deyərdim ki, bir Amerikan kinolarından gəlmə bir şeydir. Deyir, nичего личного, только бизнес. Bax o fikir həkk olub bizim iş mühitində olanlar. Onlar düşünür ki, işdirsə, bu işdədir, mən kimisə əzə bilərəm, neyə bilərəm. Mən evə çıxdım, yox, mən burada başqa adamam, burada başqa adamam. Zaten elə deyilmi zaten? Qətiyyən elə deyil. Və o sənin artıq içində parçalanman deyilmi? Yeni bir obrazındır. Yeni bir obraz deyirik, şəxsiliyimizdən çıxardırıq obrazı. Amma sən vəhdəti itirirsən axı. Biz elə həmən kəsiyik, orada da, burada da. Yəni deyirsiniz özünü ki, inkişaf elətdirmək lazımdır. Burada ailədə olduğumuz kimi biznesdə olmalıyıq. Ailənin nə olduğunu dərk etdikcə biznesin nə olduğunu dərk edəcəksiniz. Biz ailədə olduğumuz kimi biznesdə olmağımız və ya biznesdə olduğumuz kimi ailədə olmağımız demək deyil o. Mən əminəm ki, bugün bizim izləyicilər belə, özümüz belə adi sözlərin mənalarını bilmirik. Biz bilmirik bacı olmaq nədir. Biz bilmirik qardaş olmaq nədir. Baxın, yaxınlarda bizim Vüsali xanım, bizim əzizimiz bizə bir sual verdi. Daha doğrusu dedi ki, mən bacı olmağı bilirəm. Deyirəm, əla, sənin qardaşın var, dedi, hə, varımdır. Kiçik qardaşdır, böyük qardaşdır, kiçik qardaşdır. Demək, sən böyük bacısan, düzdürmü? Deyir, hə, mən böyük bacı. Deyirəm, əla, sən böyük bacının nə olmağını bilirsən? Ortancıl bacının nə olduğunu bilirsən? Kiçik bacının nə olduğunu bilirsən? Neyimiz lazım deyə bilir Zahid müəllim. Axı niyə çox şey bilir? Bax, o dərki keçməmiş, sən həyatda xoşbəxtlik gəlmir də, düz yaşaya bilmirsən, prosesi dərk eləmirsən. Ailədən bayaq işi niyə ayırırıq? Yox, Zahid müəllim, Allah deməli onu böyük bacı kimi yaradıb. O deməli böyük bacı olmağı bilməliymiş də. Amma bacılığın nə olduğunu ki bilmir. Bilirsiniz nədir məsələ? Aha. Bizim bəzən bir bacı qardaş olaraq içimizdə bir neçə hal ola bilir. Birinci vəziyyət, misal üçün, deyirik ki, mən bacılığımı tam eləyə bilmədim. Misal üçün, ya qardaşlığımı. İkinci vəziyyət deyirik ki, çox elədim, qədrimi bilmədilər. Balansı edir. Tutursunuz nə deməksin? Dərk eləməmişik, nə deməkdir? Bilirsiniz, bugün baxsaq, psixologların ən məşhur şeyləri nədir? Ata-ana, nə bilim, nəyini təmizləyirik? Travmalarını. Ata-ana olduğunu, nə olduğunu başı bilirsiniz. Yəni, bizim bugün özümüz övlad sahibiyik. Və bugün cəmiyyətin ən böyük düşündüyü ki, mən nətər eləyim, uşağımda travma qalmasın. Sən dərk elə ata olmaq nədir, ana olmaq nədir? Uşaqda travma qalıb qalmamasının dərdini çəkmə. Sən hələ bir dərk elə girən ki, nə deməkdir ana olmaq? Zahid müəllim, axı bu fərdə görə dəyişir. Bax, həqiqət əgər dəyişən bir şeydirsə, o həqiqət deyil. Biz onun dərkini keçəndə, o bayaq Allahdan danışırdıq da. Allah, onda həriyə görə bir Allah var. Onda çox Allahlıqdır ki. Yox, hər kəsin Allahı birdir. Hər kəsin Allahı, baxın, bizim bir Allaha qoyduğumuz sifətlər çoxalıb. Çünki biz bütövi görə bilmirik. O 5 korun filə toxunuşu var. O biri divarına toxunur, deyir ki, belinə toxunur, daha doğrusu deyir ki, divardır. Biri ayağına toxunur, deyir ağacdır. Biri quyruğuna toxunur, deyir kəndirdir. Biri bu sümüyünə də toxunur, deyir bu nizzədir. Onlar bir yerdə danışsaydılar, fili tapa bilərdilər. Onlar bir-birinin gördüyünü cəmləsəydilər, fili görərdilər. Amma ümumi halda fili görmədilər. Ya divar gördülər, ya ağacı gördülər, ya kəndir gördülər.
Düzdürəm yoxsa yox? Bax, bu mənada biz həmən bu atalıq, analıq, qardaşlıq, bacılıq temasında da budur. Biz onun hansısa hissəsini görürük. Divarın görürük, nə bilim, ağacın görürük. Amma onu tam başa düşməmişik, dərk eləməmişik. Problemimiz oradadır. Bilməm, ifadə edə bildim yoxsa yox?